Salamlar, kanalıma, videoma hamınız xoş gəldiniz. Bu elə belə qısa bir şey olacaq böyük ehtimalla. Bugün 6-cı gündür və eləməli olduğum tək şey 335 nömrəli səfərimizə məktəb ora getməkdir. Sistem ilə əlaqəli, yəni dərs falan keçilir orada bizə. Mən oraya gedəcəm, ondan sonra qayıdıb skript falan yazmalıyam. Bir bu günümün qısa vlogunun skriptini yazmalıyam. Ayrıca bir videonun skriptini yazmalıyam. Əslində ağlımda bir ideya var, lakin onu skript halına gətirməliyəm. Və əsas maraqlı gün sabah olacaq. Belə, hal-hazırda bir dənə əynimi dəyişib, gedəcəyəm elə skript yazmaqım. Görüm, alınırsa günlük vlogun skriptini indi yazım. Sonra bu dediyim kimi məktəbə gedim. Daha sonra qayıdım, o birisi skriptimi yazım. Sonra onda dostum gələcək bizə. Oynada biraz PES falan oynayarıq. Sonra dağılışarıq. Sonra mən biraz kitab oxuyub falan yatarım. Yəqin. Çünki tez yatmaq istəyirəm ki, bugün tez qutarsın, sabah tez gəlsin falan. Şkafa ilə belə qurcalayanda belə bir şey tapdım. Gözləyin. Onu belə qoyum. Biraz da belə olsun. Belə olmur ki. Belə. İndi bitirdim bu günlük vlogun skriptini yazmağı. Bunu indi bir dənə səsləndirməsini eləyib, əynimi dəyişib gedəcəyəm bu 335 nömrəli məktəbə. Bir şey gəldi. Mən kompüterə VN yükləməyə çalışacağım indi. Çünki VN o qədər də güclü bir edit proqramı deyil, yəni Premiere Pro kimi falan. Onu məncə mənim kompüterim açar. Çünki CapCut-ı mənim kompüterim açırdı. VN-i yoxlamamışam. Hal-hazırda mən bütün editləri VN-i edirəm. Çünki CapCut-da slogan, logo falan qoyur yuxarı tərəflərə falan. Ona görə hal-hazırda VN-dən eləyirəm editləri. Və telefonda eləmək çətindir. Çünki telefonun ekranı balacadır. Belə bir şey oldu. VN-i yükləmək üçün sən demə BlueXTax yükləməyə lazımdır və onu da mənim kompüterim açmır. Mən elə bilirdim ki, VN-i də CapCut kimi, yəni Windows-a yükləmək olur. Sənəmə olmurmuş, deyəsən. Yəni, biraz da baxacağım. Görək də nə olur. Alınmasa mən məcbur CapCut yükləyəcəyəm, yəni. Bilmirəm, bəlkə şeydə, kompüterdə slogan qoymuram, amma inanmıram, böyük ehtimal qoyacaq. Amma yəni də baxacağım da görüm. O da olmasa başqa bir edit proqramı axtarıb tapmağa çalışaram. Beləcə, bayaq skript yazandan sonra qısaca bugün nə etməli olduğumu bildim. Ona görə indi onları deyim. STEM dərsi üçün məktəbə getməliyəm. O məktəbdən sonra evə qayıdıb sabahları futbola gedəcəyəm. Bu sinif oynamağa falan. Onun üçün çantamı hazırlamalıyam. Daha sonra kanala, YouTube kanalına banner hazırlamalıyam. Sonra 1-2 dənə videomu thumbnail pisdir, bu ekran qapağı. Onlar üçün sıfırdan təzə bir dənə ekran qapağı thumbnail hazırlamalıyam. Daha sonra biraz idman eləsəm yaxşı olar. Çünki çox xamlamışam, hərəkətsizəm, dizim falan ağrıyır və bugün sabah səhər falan o cür idman edeyim, razmink hərəkətləri falan da bədənin açılışması üçün. Sonra dostum gələr bizə biraz oynan vaxt keçirəndən sonra, gedəndən sonra oturub bir dənə də skript yazaram və yazmağa çalışaram və biraz kitab oxuyub yataram. Bu qədər. O kitab oxuyub yatmaq hissəsini göstərmənəm. Çünki mən bu video işini saat 8-də bitirəcəyəm ki, qısa vlogu da, bu uzun vlogu da. Hətta uzun vlog daha tez bitə bilər. Çünki orada sadəcə 5 saniyəlik görüntü mənə bəs eləyir də. Hər şeydən biraz görüntü alıb, hətta o videonu mən 6-7 üçünü də bitirib. Yəni, dostum gəldən sonra bir dənə oynanda bir video çəkib, qısa vlog üçün görüntü işlərinin hamısını əldə edərəm. Elə bəlkə o bizdə ola tez bazar o videonu montajlayaram.
Sonra bu vlogu, bu videonu saat 8 üçün falan bitirərəm. Sonra bunu da montajlayaram. Saat 9-da ikisini də paylaşaram. Uzun vlogu YouTube'a, kısa vlogu da həm YouTube, həm TikTok, həm Instagram'a. Bir də bunun şeyini thumbnailini də böyük ehtimal ona deyirdim 2-3 dənə videomun thumbnaili pisdir. Onları düzəldəndə bunu da düzəldərəm. Şəkil, görüntü falan alaram bir yerdən. Və onu da hazır eyləyərəm. Bu qədər elə ki. Mən bayaq sənlə məsələdə səhv baxmışammış. Mənim bu məktəbə getməyim hələ 1 saatdan çox vaxt var. O səbəbdən hazırlamalı olduğum thumbnailləri bu 2 dənə videom deyirdimə pisdir. Onların thumbnailini düzəldəcəyəm. Onlarınkini hazırladıqdan sonra indi kanalda dəyişdirəcəyəm. Lakin bu videonun thumbnailini banneri hazırlayanda düzəldəcəyəm. Bu qədər. İndi evdən çıxdım. Uşaqlar gözləyirəm ki, gəlsinlər. Bu 35 nömrəli məktəbə gedək. Batdıq indi 35 nömrəli məktəbə. Çıxdıq biz bir şeydən, məktəbdən. Bu Tinkerkatda Creeper düzəltdim. İndi onu böyle 1-ci gün vuracaqlar. 2-yə də 6-cı gün gəlib götürəcək. Və evə gedirəm, indi Yusif gələr bizə. Dostum, o ilə də bir şey eləyərik. Dostum gələsi olmadı bizə. Ona görə mən bu videonu burada qutarım. Çünki bundan sonra heç nə eləməyəcəyəm. Sadəcə biraz idman edməyək, razminka eləyib, git ancaq bütün günü fırlanacağam. O səbəbdən short videonu da, uzun videonu da burada bitirirəm. Axşam 9-da isə paylaşacağım. O vaxta qədər sağ olun, salamat qalın.